Tamam. Ekran qeydiyyatlarımıza görə başlaya bilərik. Baxın, əlimizdə olan suallar əvvəlki illər funksiya və qrafika bölməsindən qəbul imtahanlarına istifadə olunmuş suallardır. Həm blok sualları və həmçinin buraxılış imtahan sualları. Birinci sualdan başlayaq. Birinci sual işləmişsiniz. İşləmişsinizsə, istənilən halda mən suala özüm təkrar baxacağım. Çünki qrup imtahanı istifadə olunmuş sualdır, yəni nisbətən biraz mürəkkəb sualdır. Həm də suala baxmağa düşünürəm dəyər. Bizə bir funksiyanı verir. X kvadratı plus mx plus 10 və deyir. Verilmiş funksiyanın qrafiki -3,5 nöqtəsindən keçir. Funksiyanın qrafiki -3,5 nöqtəsindən keçir nə deməkdir bizim üçün? Loğman, buyur. Yəni ki, müəllim, x-imiz bu qiymətlərdən ala bilir. X-imiz bu qiymətdən ala bilir, yox. Yəni, aydın məsələdir ki, funksiyanın verilmiş cütlərində həmişə birinci absisin qiyməti gəlir, sonra ordinatı. Yəni, x-in qiyməti... Yəni, x-də -3 qoysa, y-də 5 ala bilirik də, onu demək. Bu o deməkdir ki, bəli, verilmiş funksiya -3,5 nöqtəsindən keçir. Yəni, funksiyada x-ə -3 versək, y-in qiyməti olacaq 5. O zaman yazırıq. Bir dəqiqə qoşulan var, bir dənə qoşulan xanım şagirdi. Ayşə, salam. Salam, müəllim. Salam. Elə birinci sualdan başlayırıq. Bu o deməkdir ki, biz x-ə -3 verdikdə y-in qiyməti 5 olacaq. 5 bərabərdir. Kök altında -3-ün kvadratı plus -3 vurulsun m plus 10. Əvvəl ifadəni sadələşdirək. Görəsən bu funksiyada m necəymiş? Yəni, bu nöqtəni verir ki, biz burada bilmədiyimiz m-i təyin edə bilək. 5 bərabərdir kök altında 9 minus 3m plus 10. Yəni, 5 bərabərdir kök altında 19 minus 3m. İndi ifadənin hər tərəfini kvadrata yüksəltdik. Olacaq 25 bərabərdir 19 minus 3m. 3m bərabərdir 6, m bərabərdir 2. Təyin etdik ki, burada m-in qiyməti 2 imiş. Yenidən qaydaq funksiyanın tərtib edək. Yəni... M-in qiyməti -2 olmur. Hə, düzdür. Səhv etsin. Sağ ol, təşəkkür. Diqqətin üçün çox sağ ol. M-in qiymətini qoyuruq yerinə. X kvadratı minus 2x plus 10. Sağ ol, Loğman, diqqətin üçün. İndi biz funksiyanın tamamını tərtib etdik. M-i tapdıq. Sualın artıq ikinci hissəsində oxuyuruq. Deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Bu funksiya kök altında verilmiş bir kvadratik funksiyadır. Düzdürmü? Bu funksiyanın qiymətlər çoxluğunu deyirsə, avtomatik deyir ki, funksiyanın böyük qiyməti yoxdur. Niyə? Çünki funksiya, irrasional funksiyadır, kökaltı bir funksiyadır. Funksiya sonsuza qədər nəyidir? Böyüdür. Amma bu funksiyanın nəyi var? Ən kiçik qiyməti var. Düzdürmü? Bir də baxaq. Əgər bizə ixtiyari bir kökaltı funksiya verilirsə, məsələn, x minus 13, funksiyanın qiymətlər çoxluğunu deyirsə, o zaman bu funksiyanın qiymətlər çoxluğu olacaq sıfırdan müsbət sonsuzluğa qədər. Nə üçün? Çünki irrasional, yəni kökaltı funksiyanın ala biləcəyi ən kiçik qiymət sıfırdır. Təbii ki, mənfi qiymət ala bilməz axı həqiqətlər çoxluğunda. Ən kiçik qiyməti sıfırdır, bəs ən böyük qiyməti müsbət sonsuzluğa verir. Çünki sən x-ə nə qədər böyük qiymət qoysan, o qədər böyük qiymət alacaq.
Demək ki, irrasional funksiyanın qiymətlər çoxluğu, əgər bir şərəsin qarşısında mənfi şərəsi yoxdursa, cütdərəcədən söhbət gedirsə, qiymətlər çoxluğu olacaq sıfırdan müsbət sonsuzluğa qədər. O zaman biz də bu funksiya haqqında ilkin olaraq deyə bilərik ki, funksiyanın qiymətlər çoxluğu başlayır sıfırdan sonsuzluğa qədər. Yəni, ən böyük qiyməti qeyri-müəyyəndir, sonsuza qədər böyük. Bəs ən kiçik qiyməti sıfırdırmı? O zaman biz təyin edəcəyik ki, görək bu 3 ədlinin, yəni x kvadratı minus 2x plus 10-un ən kiçik qiyməti neçədir? Axı, bu funksiya bizə bir parabola əyrisi verir. Bu funksiyanın ən böyük qiyməti yoxdur. Çünki qiymətlər sonsuza qədər nə edir? Böyüyür. Amma burada təpə nöqtəsində bunun ən kiçik qiyməti var. Görərsən, bu ifadənin ən kiçik qiyməti neçədir? Bu ifadənin ən kiçik qiymətinin tapılmasında biz sizə keçən dərs danışmışdıq funksiyanın qiymətlər çoxluğu anlayışında. Kvadratik 3 ədədinin ən kiçik qiymətini təyin etmək üçün mənfi b bölünsün 2a-dan istifadə edəcəyik. Niyə doğru görürsən? Yəni, bizim burada b-miz aydın məsələdir ki, mənfi 2-dir, əksi olacaq 2, 2 vurulsun 1 olacaq 1. Yerinə 1-i qoysaq, y sıfırımızda olacaq 1-in kvadratı minus 2 vurulsun 1 plus 10. Yəni neçə olar? 9 mu olur deyəsən? 9. Demək ki, bu ifadənin ən kiçik qiyməti kök altında 9. Oradan kök çıxacaq 3. Beləliklə, funksiyanın qiymətlər çoxluğu olduğu hara? 3-dən müsbət sonsuzluğa qədər. Ümid edirəm ki, hər kəsə aydındır və hər kəs ümumiyyətlə yazmışdır. Olar mı? Keçək növbəti sual. Bəli. Çox xahiş edirəm, reaksiyanızı verin. Mən onsuz sayımız azdır bugün, mövcud durumu bilədir. İkinci sualla davam edək. Funksiyanın təyin oblastını tapın. Baxın, funksiyanın təyin oblastı. Funksiyanın təyin oblastı bizim üçün nə idi? X-ə verə biləcəyimiz qiymətlər. Elə idimi? Y bərabərdir. Kök altında x minus 9-un təyin oblastını tapın. İrrasional funksiyaların təyin olunması üçün nə baş verməlidir? Cüt dərəcəmizsə, verilmiş ifadə x minus 9 sıfırdan böyük və ya ona bərabər olmalıdır. X böyük bərabər 9. Yəni biz x-ə 9-dan müsbət sonsuza qədər bütün qiymətləri verə bilərik. Oldu bunun təyin olması. Cavab olacaq D bəndi. Üçüncü sual daha maraqlı bir sualdır. Məsəl üçün, baxaq, Ülvi, sual üstü işləmişdin mi sən? Bəli. Əla, çox gözəl. Duyğu, sən sual 3-ə baxa bilmişdinmi? Xeyr, yazamamışdım. Bax, bizə birinci funksiyanı verib görürsən, yazdım. Sadəcə burada 8x minus x kvadrat nəvədir? Mənfi x kvadrat plus 8x yazdım. Çünki adətən normalda birinci kvadratı gəlməli şəkildə. Bu funksiyanı verib. Deyir, bu funksiyanın təyin oblastından götürülmüş x-lər üçün x minus 5 plus 2x plus 2,7 minus x minus 3 ifadəsinin qiymətini tapın. Blok imtahanında verilmiş sual test tapşırırdı. Sən bu modul daxili ifadəni sadələşdirmək üçün ilk öncə nə etməlisən? Modulları açıb sadələşdirməlisən. Elədimi? Amma verilmiş modulun açıb sadələşdirmək üçün ilk öncə nəyi təyin etməlisən? Modul daxili ifadə müsbətdirmi, yoxsa mənfidirmi? Əgər modul daxili ifadə müsbətsə nə edirik biz? İfadə olduğu kimi qalır, modul daxili ifadənin əksini açırıq. Nə dedim mən? Modul daxili ifadə müsbətdirsə, ifadə olduğu kimi qalır. Yox, əgər modul daxili ifadə mənfidirsə, ifadənin əksini açırıq. İndi modul daxili ifadə müsbətdirmi və ya mənfidirmi? Bunu təyin etmək üçün x-in qiymətlər çoxluğunu biz tapmalıyıq. X-in qiymətlər çoxluğu nədir bəs? Bu ifadənin təyin oblasıdır. Görürsünüz, verib funksiyanın təyin oblasıdır. Verilmiş funksiyanın təyin oblasıdır. Yəni funksiya o zaman təyin olar ki,
Mənfi x kvadratı plus 8x minus 15 sıfırdan böyük və bərabər olsun. Yəni, o x-lər bu ifadəni ödəyər ki, bu ifadənin qiymətlər, yəni aldığı qiymətlər sıfırdan böyük yəni bərabər olsun. Ki, kökaltı ifadənin həqiqi mənası olsun. Yəni, qısası biz bu bərabərsin həllər çoxluğunu tapmalıyıq. İlk öncə bərabərsinin hər tərəfi mənfi 1-ə vuraq. Olsun x kvadratı minus 8x plus 15 kiçik bərabərdir 0. Bir dəqiqə mən şəbəkəni dəyişim. Səsin yenə gəlirmi? Şəbəkəni dəyişdim də durma olmasın. Tamam. Verilmiş bərabərsizliyi həll etmək üçün, bu bizim üçün kvadratik bərabərsizlikdir. Kvadratik bərabərsizliyi həll etmək üçün kvadrat 3 həddini tapırıq sıfıra çevirən qiymətləri. Bu köklərin biri 3-dür, digər neçədir? 5-dir, yəni cəmi 8, hasili 15. Aya doxunda bu qiymətləri kiçikdən böyüyə qeyd edirik. Və verilmiş intervallarda işarəni təyin etməyə çalışırıq. 5-dən böyük qiymətlərdə, məsələn 10 götürürük. Bax, bu bərabərsizliklə sadələşdirilmiş ifadələri yerinə qoyuruq. Əgər x-in yerinə 10 qoysaq, görəcək cavab olacaq müsbət. 3-5 aralığında 4 götürək, qoysaq görəcək mənfi. 3-dən kiçik qiymətlər yenə də olacaq müsbət. Bizə ifadənin əksi daxildir. 0-dan kiçik və ya bərabər olan hal lazımdır. Yəni, mənfi olmayacaq lazımdır. Verilmiş bərabərsizlik hansı halda mənfidir? 3-dən 5-ə qədər. Demək, verilmiş bərabərsizlik həllər çoxluğu 3-5 aralığındadır. Onunla belə çıxır ki, duyuq. Bizim buradakı x-in qiymətləri 3-5 aralığında dəyişir. 3-5 aralığında. İndi gəl modul daxil ifadəni sadələşdirsək. Birinci modul daxil ifadə x minus 5. İndi səncə müsbətdir yoxsa mənfi? Müsbət də ola bilər, mənfi də ola bilər. Məsələn, x-ə 3 versən, 4 versən, mənfi ola bilər. Ona görə həmin ifadənin əksini açacaq. Yəni, x minus 5 yox. Nə olacaq orada? 5 minus x. Aydın olmadı, nə etdik biz? Duyğu. Oldu. Aydındır müəllim. Plus. İkinci modul daxil ifadəyə baxırıq. 3-5 aralığında verdiyimiz qiymətlərdə ifadə müsbətdir yoxsa mənfi? Müsbət. Təbii ki, müsbət. Əlbəttə ki, müsbətdir. Yəni, 3-5 aralığında tam qiymətləri 3-4-5-i əlbəttə olduğu kimi qalır. Olacaq 2x plus 2,7 minus Mədinə. İkinci hala baxırıq. İkinci modulun içərisi müsbətdir yoxsa mənfi? Mənfi. Nə üçün? X-ə 3 və... Əlbəttə ki, müsbət. X-ə 3-5 aralığında qiyməti hansı birini versən, müsbət olacaq. Və 3 ölçən versə 0 olacaq. Müsbət olur. Ona görə yenə ifadə olduğu kimi qalır. Amma qarşıda mənfi var, onu nəzərə alır. İndi sadələşdirək. 5 minus x plus 2 plus 2,7 mötərizəni açsaq, minus x plus 3 bərabərdir. Burada mənfi x ilə mənfi x edər mənfi 2x, həmin mənfi 2x ilə bu 2x islah olunar, qalar 5 plus 2,7 olar 7,7 plus 3 olar 10,7. İfadənin qiyməti neçədir? 10,7. Yəni nə? B bəndi. Problem var? Xeyr. Bu da sualdır. 5-ci suala baxaq elə. Suallara hissə baxmamız sizi yormur ki, yəni işləmişsiniz, bilirəm, bəlkə bir çoğunluğun sual səhvi yoxdur burada, amma yenə də yormursa elə hissələrə baxa-baxa gedək. Gedək, tamam. Mən sizə ürəksiz dedim biraz. Səhvlərin yəqin ki, az olar məncə, o qədər çox olmaz, hə sən? Hələlik yoxdur mən. Sual 4-ə baxırıq. Ülvi, 4-cü sualda kişi bizə veribdir 2 dənə irrasional ifadənin cəmi funksiyanın daxilində 2 minus x plus kök altında 2x. Funksiyanın təyin olunmasını tapır. Funksiya təyin olunması üçün
Biz x-ə elə bir qiymətlər verməliyik ki, həm birinci ifadə və həm də ikinci ifadə nə olsun? Aldığı qiymətlər sıfırdan böyük və ona bərabər olsun. Yəni, həmi 2 minus x böyük bərabərdir 0 olmalıdır. Həmi 2x böyük bərabərdir 0 olmalıdır. Burada x kiçik bərabərdir 2 şərtini ödəməlidir. Burada x böyük bərabər 0 şərtini ödəməlidir. Demək, x 0-dan böyük bərabər 2-dən kiçik bərabər olmalıdır. Əgər ikiqat intervalını ifadə edersək, 0-dan böyük bərabər 2-dən kiçik bərabər. Və yaxud da, əgər doxunla görmək istəsəz, x 2-dən kiçik bərabər. Yəni 2-dən daxildir. Mənfi sonsuzluğa qədər. İkinci bərabərsizlik görsək, x 0-dan müsbət sonsuzluğa qədər ödəyir. Biz elə bir x-lər götürməliyik ki, həm birinci ifadəni ödəsin və həm ikinci ifadəni ödəsin. Yəni bunların ortağını, yəni kəsişməsini götürməliyik. Kəsişməsi hər ikisinə aid olan hissə olacaq 0-dan 2-yə qədər. Bu da olur bu ifadənin nəyi? Təyin olması. Olar mı? Sual 5-də davam edirik. 5-ci sualda mənfi 2, 12 nöqtəsi y bərabərdir k bölünsün x funksiyasının qrafikin üzərindədir. Mənfi 2, 12 nöqtəsi. O demək ki, sən bu ifadədə x-ə mənfi 2 versən, 12 alacaqsan. K bölünsün mənfi 2. Tapırıq ki, burada k-nın qiyməti neçədir? Mənfi 24. Orada funksiya y bərabərdir. Mən kompüter bu qədər güzel olmasına baxmayaraq heç rəyəçən işləmir. Y bərabərdir. Funksiyamız demək ki, mənfi 24 bölünsün x şəklindədir. Elədir mi? İndi funksiyada bizə deyir ki, f 3-ü tapın. Yəni, mənfi 24 bölünsün 3 olacaq mənfi 8. Buraxıq üçün imtahanistədə olmuşsa, zaten asan sual edir biraz. 6-cı sual, işləmişsə 6-cı sualı. Bəli. Bəli, müəllim. Funksiyanın təyin olunması üçün, yəni kökaltı ifadənin təyin olunması üçün 0,7 minus 1,4x böyük bərabərdə 0 olmalı idi. Amma bu ifadə kəsrin məxrəcində verildiyi üçün bu 0-a bərabər ola bilməz. Onda kəsrin mənası olmaz. Qeyri-mənalı daha doğrusu. Bu baxımdan demək kökaltı ifadə 0-dan böyük olmalı ki, verilmiş ifadənin təyin olunsun. Bərabərsizliyi həll etsək, mənfi 1,4x böyükdür, mənfi 0,7, x kiçikdir. Neçə qalar? 2-də bir, yəqin bir sizdən mənfiyə böldə və s. olacaq mənfi sonsuzluqdan 0,5-ə qədər. Ne belə işlədi ki? Sual 7. Yetərincə maraqlı sualdır. Bu 2 dəfə qəbul imtahanında istifadə olundu bu sualdan. X kvadratı minus 4, x kvadratı plus 2 funksiyasının qrafikini verir. Deyir ki, funksiyanın qrafiki belə bir əyridir. Birdən deyəsiniz paraboladır. Parabola deyil bu. Bu da bir A nöqtəsidir. A nöqtəsini harada verirdir? X oxun üzərində. Və səndən soruşur. A nöqtəsinin koordinatlarını tapın. Nə edək? Kömək edin görək mənə. Mən surəti sıfıra bərabərləşdiririk. Niyə? Nə üçün? Mən məxrəci sıfıra bərabərləşdirirsə ifadənin bir mənası olmaz. Bizdən mən x-i kəsən istəyir. olduğuna görə 0 eləməliyik y-i. Nə üçün sıfır çevirsin? Onun sualının səbəbini soruşmaq. Çünki A x-i kəsir. Yəni x-i kəsir. Yəni, x-i əks sıfıra də bərabər x-i olmalıdır. kəsdiyini Bəli, demişlər. bu cavabı axtarıram. Əksən, maşallah olsun.
Əgər verilmiş funksiya, yəni buraxılış imtahanı istifadə olunmuş sualdır, buna doğru cavab verən şagirdlər yəni o qədər çox deyirlər əslində, amma yetərincə rahat bir sualdır. Bax, nə deyir bizə? Bizə hər hansı ixtiyar funksiyanı verir, funksiyanın qrafikini təsvir edir və funksiyanın bir dənə nöqtəsini göstərir, A nöqtəsi və həmin nöqtəsi, A nöqtəsi funksiyanın x olan kəsən nöqtəsidir. Və deyir A-nın koordinatlarını tap. Avtomatik şagird bilir ki, əgər bu funksiya, yəni x kvadratı minus 4 bölünsün x kvadratı plus 2 funksiyası x oxuyun kəsirdirsə, yəni bu funksiyanın həmin yerdə y-nin qiyməti nəyə bərabər olmalıdır? Sıfıra. Axı biz demişdik, funksiyanın qrafiki x oxunun üzərindədirsə, onun y-i sıfırdır, y oxunun üzərindədirsə, onun x-i sıfırdır. Bu A nöqtəsi x oxunun üzərində olan nöqtədir. Onda burada bunun y-i sıfıra bərabərdir. Aha, kəsri qiyməti sıfırdırsa, onun sürəti sıfırdır. Yəni x kvadratı minus 4 bərabərdir 0. x1 bərabərdir 0. 0 nədir? 2, x2 bərabərdir mənfi 2. Deməli, A nöqtəsi, bax bu nöqtə, bir dəfə olacaq 2, 0. Funksiya 2 də kəsir. Buna bir B nöqtəsi desəydik, A-nın koordinatı 2, 0-dır. Bir B desə, B də olardı mənfi 2, 0. Bax, funksiya x oxun 2 ilə kəsir. Bir burada, bir də burada. Bu nöqtə 2, 0-dırsa, onda yerdə qalan mənfi 2, təbii ki, yenə 0-dır. Onda bir B nöqtəsininkidir. Bizdən A-nın soruşub koordinatların cavabı olacaq 2 və 0 nöqtəsi. Bir dənə sadə məntiqi var ki, A nöqtəsi x oxun üzərində olduğuna görə həmin yerdə onun y-i 0-a bərabərdir. Komputer bu qədər qrafi əddaşa, bu qədər rama sahib olmasına baxmayaraq, niyə bu qədər qızır? Donma verirəm, fikir verirsizmi, yoxsa yox? 8-ci suala baxaq. 8-ci sualda fx bərabərdir mənfi x minus 3 plus 5 jx bərabərdir x minus 3 minus 5. Baxın, bizə iki dənə funksiyanı verir. Deyir, funksiyaların qrafiklərini qurun və kəsişmə nöqtələrini əmələ gələn daha doğrusu qapalı fiqurların sahəsini tapın. Nə edək burada? Maraqlı sual, özü buraxılış imtahanına verilmiş bir sual. Daha bir sual. Buyurun. Mən sizlə modullu funksiya və onun qrafikləri haqqında danışmışdım deyəsən. Danışmışdım məncə. İstəsəz bir də baxarıq. Y bərabərdir. Modulda x funksiyasından söhbət gedirsə, bu funksiyanın qrafiki bizə verəcək bu əyrini. Bu modul x funksiyasının qrafiki y oxuna görə simmetrikdir. Hardan keçir? Koordinat baxımından 0-da 0 alırıq. Y bərabərdir. Modulda x plus 3 versək, onda funksiyanın qrafiki x oxu boyunca 3 vahid sonra sürünəcək. Niyə? Bu funksiya 0 da 0 alırdı. Amma bu funksiya x-dən mənfi 3 versən 0 alacaq. Baxın, x-dən mənfi 3 versən, mənfi 3-ün cəmi 0 edir. Yəni x oxun harada kəsir? Mənfi 3-də. Əgər y bərabərdir modulda x minus 3 versək, onda funksiyanın qrafiki 3 vahid sağa sürünəcək. Yəni x oxun kəsirəcək 3 0 nöqtəsində. Niyə? Hərkən x-ə 3 versək 3 0 edir. Demək ki, modullu funksiyada modul daxilində olan kəmiyyət onu x oxu boyunca sağa sola sürüşdürür. Əgər y bərabərdir modulda x plus 5 desək, onda funksiyanın qrafiki y oxu boyunca 5 vahid yuxarı sürünəcək. Əgər y bərabərdir modulda x minus 5 desək, onda funksiyanın qrafiki x oxu boyunca 5 vahid aşağı sürünəcək. Nə üçün? Çünki bu funksiya x oxun kəsir 0, 5, yəni 0 qoysan 5 verəcək. Bu kəsir y oxun 0, mənfi 5 nöqtəsində. 0 qoysaq mənfi 5 verəcək. Əgər y bərabərdir, x-in bir də yazıram, modulda x plus 3, plus 5.
Onda funksiya x oxuna görə 3 vahid sola sürünəcək, x plus 3. Plus 5, 5 vahid yuxarı. Təqribən burada olacaq. Yəni, x-ə mənfi 3 versən, ilk neçə olacaq? 5. Həqiqətən görürsünüz. Elədirmi? İndi bu sualı tərtib etmək üçün mən nə edəcəm? Bu hissə aydın oldu mu sizə? Bəli. Bəli, müəllim. Bəli. İndi birinci funksiyaya baxırıq. Qeyd etməliyik ki, əgər modulun qarşısında mənfi varsa, məsəl üçün, y bərabərdir. Mənfi modulu x funksiyası isə bu şəkildə olacaq. Yəni, əslində, bunları verməyə bilər. Ya, sual təhsil etmək üçün, vizual qavramaq üçün bunları yazıram. İndi birinci funksiyanın qrafikini biz tərtib edək. Birinci funksiyanın qrafiki, gx tərtib edək birinci. X minus 3, 3 vahid sağa, minus 5, 5 vahid sola. Məsəl üçün, olsun bu. Digər funksiyanın qrafikini tərtib etsək, x minus 3, 3 vahid sağa, plus 5, 5 vahid yuxarı. Amma qollar aşağı yönəlmiş olacaq. Bu üçün burada səhv edə bilərik. Kəşf nöqtəsində, burada kəşf dəqiq. Belə bir funksiya, iştahat qrafik aldıq, qrafikat çəkmədik. Orada baxsanız görərsiniz ki, bir dənə siz nə aldıq biz? Romb almış oluruq. Şəkildə yaxşı çəkmədik. Olsun belə bir figur. Bir romb almış oluruq. Bura qədər 5, bura qədər 5. Rombun bu diaqonalı bizim üçün nə qədər oldu? 10. Bu hissəyə qədər nə istəyir bura? Əmrə gəlmiş fiqurun deyib nəyin tapın? Sahəsini. Fiqurun şəklini yaxşı təsvir etmədik deyə. Yox. Nə yazınız aydındır yoxsa yox? Nə edirik? Funksiyanı təsvir etmək istəyirik. Aydındır müəllim. İndi, məsələn, bunlar burada hansı nöqtəyə kəsişiblər, onu təyin edəkmi biz? Bu nöqtənin məsələn koordinatları mən bilmirəm. Rombun sahəsini tapmaq üçün mən onun nəyini tapmalıyam? Diaqonalların axı sahə bərabərdir. D1, D2 bölünsün 2-yə. Şəkillə təsvir etmək üçün gəlsin, onu birbaşa ilə qiymətlərini təyin edək. Yəni, görək, bu nöqtənin koordinatları hansıdır? Necə? Edək deyirəm. Əlbəttə. Əgər bunlar kəsişiblərsə, deyən edirəm, şəkil mən yaxşı təsvir etmədim, x olan üstünə kəsişiblər axı. Kəsişiblərsə, onda bu funksiya qiymətləri, yəni modulda mənfi x minus 3 plus 5 həmin yerdə bərabər olmalıdır x minus 3 minus 5-ə. Aydındır? Modulu sağa 5-i sola keçirək. Olsun 2 vurulsun x minus 3 bərabərdir 10-a. Düzdür? Modulda x minus 3 bərabərdir 5. Modul tənliyi biz bilirik. Bir dəfə x minus 3 bərabərdir 5 deyəcəyik. X olacaq 8. Bir dəfə x minus 3 bərabərdir mənfi 5 deyəcəyik. Yəni, əks açacaq. X bərabərdir mənfi 2. Deyək, bu nöqtə mənfi 2 nöqtəsidir. Bu nöqtə 8 nöqtəsidir. Bunlar harada kəsişirlər? Mənfi 2-də və 8-də. Mənfi 2-dən 8-ə qədər qardaş məsafə neçədir? 10. 10. Ay yaşa. Bu da 10'dur. Diaqonallar bir-birinə bərabər olur. Demək, bu fiqur romb deyilmiş. Nəymiş? Kvadrat imiş. Olacaq diaqonallar hasilinin yarısı. Yəni 50. Tam nə yazdığımız aydın oldu mu yoxsa? Bəli, müəllim. Bəli. Nə görə? Və şəkli yaxşı çəkmədik. Niyə? Düzü kompüter çox donur. Əslində bu kompüter
Yəni da yeni dəyişmişəm və bir tane de güclü parametrlər var, amma sual 9. Yəni planşet həmdə donur. Funksiyanın qrafikinə əsasən m-in ala biləcəyi qiymətlərin cəmini tapın. Y bərabərdir 4m minus m kvadratı plus 12x minus 10m minus m kvadratı minus 16. Suala baxın. Funksiyanın qrafikinə əsasən, funksiyanın qrafikini təsvir edib, funksiyanın qrafikini belə verir. Baxırıq mı? Bu bir xətti funksiyadır mı? Bu xətti funksiyada k-nın qiyməti müsbətdir, yoxsa mənfi? Müsbət. İtibuca əmələ gətirir. Kəsir yuxarıda eğrik oxun. Bəs bunun B-si nədir? B-si də müsbətdir. O da müsbət. Aha. İndi bu funksiyanın, buradan bura x-in əmsalı, yəni k-sı budur. Buradan da bura sərbəst həddir. Yəni B-si də budur. Bu plusuymuş, minus yazmışıq. Düzdür? Onda belə çıxır ki, mənfi m kvadratı deyil birinci ifadə. Plusu 4m plus 12 də sıfırdan böyükdür. Eyni zamanda ikinci ifadə mənfi m kvadratı plus m minus 16 da sıfırdan böyükdür. Hər tərəfin mənfiyə vursaq, hər iki bərabərsi həll edib. Biz bunların aldığımız cavabların nəyini götürməliyik? Kəsişməsini. Yəni verilən hər iki aldığımız cavab həm birinci tərəf ödəməlidir, həm ikinci tərəf ödəməlidir. Yəni biz bu bərabərsizləri həll edib bunların tapmanın kəsişməsini. Aldıq iki dənə kvadratik bərabərsizlik. Birinci bərabərsizlik, ikinci bərabərsizlik. Birinci bərabərsizlik isə həll edək. Aydın məsələ ki, kvadratik bərabərsizliyi həll etmək üçün tapırıq ifadənin sıfıra çevirən qiymətləri. Tənlimizin sıfıra çevirən qiymətlərinin biri mənfi 2-dir, ikincisi neçədir? 6-dır. Əgər ədəd oxunda bir dənə baxaq görək. Nuray, salam. Salam müəllim. Niyə vaxt gəldin? Üzürlü sayını müəllim evdə deyildim. Üzrə düşməyimiz olsun. Zaten qeydini aparırıq. Demək ki, bir baxmışıq suallara. Problem olmayacaq inşallah. Yəni, çox şahid olmadı, çalışsın suallara baxın. Günah məndədir ki, mən dərsin vaxtını dəyişdim. Düzdür, onsa qrafiki mən pozmuş oldum, yəni əlavə olaraq. Mənfi 2 və 6 nöqtəsində bu sıfır alır. Ədəd oxunda mənfi 2 və 6 nöqtəsini qeyd edəcəyik. Aralıqda işarəni təyin edəcək, müsbət, mənfi. Müsbət bizə lazımdır mənfi qiymətlər, elədirmi? Mənfi 2-dən 6-ya qədər. İkinci bərabərsimizi həll etsək, sıfıra çevirən qiymətlərini təyin etsək, olacaq 2 və necə? 8. Nuray, işləmişsən mi sualları ümumiyyətlə? Bəli, müəllim işləmişəm. Aha, nə gözəl. Sual hazır 9-a baxaq. 9-a qədər sıxıntılarınız var. 9-a qədər hamısını yazmışam, bir dənə 8-i yazmamışdım. Allah qarşı. İndi biz gəlib çıxmışıq. Demək, sual 9-da birinci bərabərsimizin həllər çoxluğu mənfi 2, 6 aralığıdır. İkinci bərabərsimizin həllər çoxluğu 2, 8 aralığıdır. Mənfi 2-dən 6-ya qədər. Bu bizim birinci bərabərsimizin həlləri. 2-dən 8-ə qədər. Bu da ikinci bərabərsimizin həlləri. Biz bu cavabların nəyini götürməliyik? Ortaq olanı, kəsişməsini 2-dən 6-ya qədər. Bizdən soruşubdur, m-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Düz? 3, 4 və 5. Yəni... Mən səhv eləmirəmsə bu topluda açıq sual idi. Hə, topluda var idi bu Topluda sual. bu sual var, bəli. Belə var ki, deməli, 2000-də düşmüş sualda, biz 2003-cü sualını, orada olan sualı, bilirsiniz, o topluda son illərin suallarını tərtib edirlər, bax, o hissə bu sualı əlavə eləmişdilər. 2000-də düşəndən sonra 2003-cün buraxılışına bu sualı əlavə etdilər. Sual
Bizdən soruşur, parabolun təpə nöqtəsi hansı übdə yerləşər? Sual ondan danışırsa, artıq rahat bir məsələ gəlir çıxırıq. Burada parabolanın x0-ını və y0-ını təyin etməliyik. Düzdür? Funksiyamızın özü isə mənfi 2x kvadratı minus 8x plus 3-dür. Deyək, funksiyanın x0-ını və y0-ını təyin edin. Funksiyanın x0 ilə y0-ını təyin edək. Eləmi? Funksiyanın x0-ını təyin etmək üçün biz nə edəcəyik burada? Mənfi b bölünsün 2a-dan olacaq 8 bölünsün mənfi 4. Yəni mənfi 2. Y0-ını təyin etmək üçün x0 qiymətini qoyacaq yerine. Mənfi 2 vurulsun mənfi 2-nin kvadratı, 8 vurulsun mənfi 2 plus 3. Olacaq neçə? 7. Demək oldu mənfi 2 və 7 nöqtəsi. Mənfi 2, 7 nöqtəsi hansı übə düşəcək? 2. Mənfi 2 və 7 nöqtəsi. İkinci übə, hə. Bir anlığa diqqətim yayındı. Çünki mən maşını tam olaraq qonşunun qapısında saxlamışam. Deyəsən qonşuna narazılıq elədim. Ona görə fikrim ora getdi. Sanki elə bir şey var, anladım. Aha. Sual 11. Sual 11 işləmisinizmi? Bəli, müəllim, bu sual da var topluda. Topunu sualını, mən qəbul istifadə olmuş suallar. Necə işləmisiniz? Cavabda nə almışsınız? 1/5. Demək, bizə funksiyanı verib. Funksiya x oxun kəsir A nöqtəsində, daha doğrusu 2 dənə xətti funksiya verir. Bu xətti funksiyamız y bərabərdir, mənfi 3x plus m-dir. Niyə? K mənfidir, kol bucağına gətirir. Digər xətti bucağımız 2x plus m-dir, iti bucağına gətirir. Bu xətti bucaq funksiyalar x oxun hər ikisi n nöqtədə kəsir. Xətti funksiya x, y oxundan zaman kəsir, sabit qiymətində. Birinci funksiya y oxun kəsir n-də, ikinci kəsir m-də. Onda belə çıxır ki, bu funksiyanın n-i və m-i hər ikisi bir-birinə bərabərdir. Bu bir. Davam etsək, bizə deyir ki, funksiya C nöqtəsindən, bax bu C nöqtəsindən AB xəttinə qədər məsafə 1,8-dir. Onda C-nin qiyməti 1,8-dir. Elə C nöqtəsi n-lə m-in qiymətinə bərabərdir. Yəni, bu nöqtə həm n-in qiymətidir, həm m-in qiymətidir və C ilə ifadə edir. C 1,8-dirsə, elə məsafə 1,8-dirsə, buradan bura məsafə 1,8-dir. Deməli, birinci funksiyamız y bərabərdir, 2x plus 1,8-dir. İkinci funksiyamız y bərabərdir, mənfi 3x plus 1,8-dir. Deyir, A və B arasındakı məsafəni tap. A və B arasındakı məsafəni tapmaq üçün biz funksiyanı A nöqtəsini və B nöqtəsini harda kəsir
Onu təyin etməliyik. A nöqtəsinin kəsr hesabının y nəyə bərabərdir? 0-a. 2x plus 1,8 bərabər 0, x bərabərdir mənfi 0,9. Mənfi 3x plus 1,8 bərabər 0, x bərabərdir 0,6. Demək, bura mənfi 0,9-dur. Bura müsbət 0,6-dır. Mənfi 0,9-dan 0,6-ya qədər məsafə isə bizə nə verər? 1,5. Olar mı? 12-ci sual. Ordinat oxuna M04 nöqtəsində kəsən kx plus b funksiyasının qrafiki bir -3 və -3,5 nöqtələrindən keçən düz xəttin qrafikinə paraleldir. Bax. Y bərabərdir ilk öncə kx plus b funksiyası y oxunun kəsri 0 və 4-də. Yəni, sən x-ə 0 versən, y-in qiyməti 4 olacaq. Buradan bilir ki, b-nin qiyməti 4-dür. Funksiya y bərabərdir kx plus 4 şəklində imiş. Və bu funksiyaya paralel olan digər bir funksiya var. Y1 deyək. Y2 funksiyası. Hansı ki, kx plus b nə olduğunu biz bilmirik. Bu funksiya 1, -3 və -3,5 nöqtəsindən keçir. Yəni, sən bu funksiyaya 1 verəndə -3 alacaqsan, -3 versən x-in yerinə 5 alacaqsan. Biz sizdən danışmışdıq, 2 nöqtədən keçən düz xəttin təlininə görə tərtib edə bilərik. Və yaxud da ki, təlinlər sistemi qurarıq. X-ə 1 versən, -3 olacaq. -3 bərabərdir, x-ə 1 veririk. Bir dənə vuraq k olacaq k plus b. -3 versən 5 olacaq. 5 bərabərdir, -3k plus yenə də b. Yuxarıdan aşağı çıxsa, tərəf-tərəfə çıxsa, -8 bərabər 4k-lar. B'lər islah olunur. Burada k neçədir? -2. Demək, yeni alınan iş B-ni tapmaya ehtiyac yoxdur. İkinci dediyi funksiya, hansı ki, birinci funksiya bu funksiya paraleldir. K-sı -2-dir. Yəni, -2x plus b şəklindədir. İkinci funksiya. Əgər ikinci funksiya -2x plus b şəklindədirsə, bu o deməkdir ki, ikinci funksiyanın bucaq əmsalı -2-dirsə, onda birinci funksiyanın da bucaq əmsalı -2 olacaq. Niyə? Axı, bunlar bir-birinə paralel demişdi. Nə vaxt paraleldir? İki xətti funksiya o zaman bir-birinə paraleldir ki, bunların k1 ilə k2-si bir-birinə bərabər olsun. Onda birinci funksiyanın da k-sı -2-dir. Yəni, -2x plus 4. Birinci funksiyanı tərtibini bitirdik. İndi deyir ki, k vurulsun b hasilini tap. Söhbət birinci funksiyadan gedir, ha? Bunun k-sından b-sindən. Birinci funksiyanın b-si biz təyin etmişdik 4. K-sını təyinlədik -2. Onda k, b vurulsun k olacaq -8. İçilə hal olmadı. Aha. 13. 13'də nə etmişsiniz? Burada A-sı mənfidir deyə, yalnız da mənfi alması üçün diskriminant gərək 0-dan kiçik olsun. Mən eləmişim. Sual 13-də kvadratik funksiyadır. Parabolanın qolları aşağı yönəlir. Nə üçün? A buradan kiçik, çünki burada A-nın qiyməti -1-dir. Demişdik, burada 3 halla baxırıq, düzdür? Diskriminant 0-dan böyük, 0-a böyük, 0-dan kiçik. Əgər diskriminant 0-dan kiçik olsa, onda parabola əyrisi x oxundan aşağıda yerləşir, həmişə mənfi qiymətlər alır. Demək, bu funksiyanın diskriminantı 0-dan kiçik olmalı. Diskriminantı tərtib eləsək, b-4-ün kvadratı -4 vurulsun 1, yox. -1 vurulsun c, yəni -9. Kiçik olmalıdır 0-dan. Düzdür? Belə yazmışsan? Bəli, müəllim. Aha, cavabda nə almışıq? Cavabda B. -2, 10. Loğman, sən cavabda nə almışsan? B almışam müəllim. Duyğu işləyə bilmirsənmi sualı? Bəli. Mədinə,
14-cü sual. Deyir cədvəl bu. Əvvəl biz funksiyanı tərtib eləyək. Bir fx-i və gx-in əmsalların təyində və yazaq yerinə. Fx də a2-dir, eləmi? 2x kvadratı, b 4-dür, plus 4x, c burada c neçə qəbul eləmişsiniz? 7 qəbul eləmişsiniz. 7 müəllim, 7. 7 cavab alınır. Bəli müəllim. Bəli. Əslində Bəli, sualın bəli. şərtində anormallıq var. Çünki bəlkə 7 deyil də altdan 10-9-dur. Yəni gözləyərək burada bir şey demək olmaz. Çünki ya 6 olmalıdır, ya 8 olmalıdır. Yəni çox böyük ehtimal 6 olmalıdır. Amma olsun. Nə edək? Gx-ə baxsaq, yenə də mənfi 2x kvadratı, eləmi? B-nin qiyməti burada 8-dir. Plus 8x minus c. C-də yəqin 9 qəbul eləmişsiniz burada. Bəli. 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 Burada funksiyaları tapdıq. Sonra tapırıq bunun x0-ın və nəyin? y0-ın, x0-ın və y0-ın. Sonra buna görə tapırıq cüblərin. Funksiyaları mən tərtib elədim. Birinci funksiyanın təpə nöqtəsi neçədir deyə bilərsiniz? Mənfi 1-dən Mənfi 1, 5. Mənfi 1, 5. Aha, düşür hansı rübə mənfi 1, 5? İkinci rübə, eləmi? İkinci. Aha, bəs İki ikinci mənfi funksiyanın iki. təpə nöqtəsi? Mənfi 2, mənfi 1. Mənfi 2. 2 mənfi 1 almışam mən. Yo, 2 mənfi 1, hə. 2 mənfi 1. 2 mənfi 1. Bəli, o da düşür hansı rübə? Üçüncü rübə. Dörd. Dördüncü rübə. Oldu? Bəli. Tamam. Sual 15. Bax, bunun haqqında gəlin danışaq. Biz sizlə tək cüt funksiyanı müzakirə etmişikmi? Məncə yox. Bəli, bəli. Keçən dərslərsin axırında öz eləmişdiniz. Doğrudan. Tamam. Aha. İndi funksiyanın hansı tək, hansı cüt? Hə, bir nə təkdir, nə də cüt funksiyadır. Baxın, siz bir də üzərindən keçək. Y bərabərdir 2x. Bu bizim üçün hansı funksiyadır? Tək funksiya. Niyə? 2 verirəm, 4 eləyir, mənfi 2 verirəm, mənfi 4 eləyir. Tək funksiyalar əks qiymətlərdə əks cavablar alır. Və bu funksiyanın qrafini qursan, belə bir şey alacaqsan. Və buradan belə bir çıxır ki, birincisi, tək funksiya koordinat başlanğıcına görə simmetrik olur. İkincisi, bütün tək funksiyalar sıfırda sıfır alır. Bu şərtdir. Söhbət cüt funksiyadan gəlirsə, məsələn, y bərabərdir x kvadratı yazaq. Bu cütdür. 2 versəm 4 edər, mənfi 2 versəm yenə 4 edər. Və cüt funksiyanın qrafiki koordinat y oxuna görə simmetrikdir. Və cüt funksiya əks qiymətlərdə eyni cavab alacaq. Yox, əgər y bərabərdir 2x plus 1-i vermiş olsaydıq, 2 versək alacaq 5, mənfi 2 versək alacaq mənfi 3. Mənfi əks qiymətlər verib fərqli cavab alırsa, artıq bu funksiya nə cüt funksiyadır, nə də tək funksiyadır. Elədimi? O zaman deyir, nə tək, nə cüt funksiya olsun. Birinci oldu tək funksiya. 2-də 2-dir, mənfi 2-də mənfi 2. B bəndi yenə tək funksiyadır, eləmi? 2 qoysaq 4 alaraq, mənfi 2 qoysaq mənfi 4 alaraq. C bəndi cüt funksiyadır. Qaldıq D və E cavabların arasında. Nə tək funksiya olsun, nə cüt funksiya olsun. E bəndinə baxırsınızmı? E bəndində x-ə 2 versə, neçə alacaq biz? 3. Mənfi 2 alacaq 3. Bu cüt funksiyadırmı? Cüt funksiyadır. Niyə cüt funksiyadır? Həm də ona görə cüt funksiyadır ki, indi x kvadratı minusu 1 aşağıdan keçir, y oxuna görə simmetrikdir. Amma y bərabərdir kök altında x kvadratı minus 1 funksiyasına, düzdür, sən bura 2 də qoysan, kök altında 3 alacaqsan, mənfi 2 də qoysan, kök altında 3 alacaqsan, düzdür?
Əks qiymətləri qoydun, eyni cavab aldın. Amma sən bu funksiya cüt funksiya deyə bilməzsən. Çünki bu funksiyanın qrafiki bax budur. Amma cüt funksiya ilk oxuna görə nə olmalıdır? Simmetrik olmalıdır. Demək, D bəndi cüt funksiya sayılmaz. Düzdür, əks qiymətləri eyni cavabı aldıq. Amma cüt funksiya deyildir. Aydın olmadı, yoxsa? Aydındır müəllim. Oldu müəllim, aydın. Neçəyə baxaq? 16. Neçə? Saf nə oldu mən burada? D bəndi. Birinci, A, B, C, A ilə B tək funksiyadır. C ilə E cüt funksiyadır. D bəndə nə tək, nə cüt funksiyadır. Bizdən soruşdum, nə tək, nə cüt olsun da. 16-ya baxırıq. Funksiya bütün əyər doğrunda təyin olunmuş və dövrü 9 olan tək funksiyadır. Dövrü 9 nə deməkdir? Yəni funksiya hər 9-dan bir təkrarlanır, elədin mi? Hər 9-dan bir təkrarlanırsa, məsəl üçün, F4, üstünə lap 9 gəlsək, F13, lap 9 geri saysaq, F-5, bütün qiymətlər hamısı bir-birinədir, bərabərdir. Düzdür? O zaman biz burada məxrəcdə F-5-i saxlayaq. Yaxşı mı? Yuxarıda F4-ün yerinə yazaq elə. F-5, yəni 9 vahid geri sayaq. Axı 9 vahid irəli getsən və ya geri saysan, qiymət dəyişmir. Hər 9-dan bir təkrar bu funksiya, dövr funksiyadır. Bəs F-18-in, daha 18 nə edək? Baxın, F-18-i yaza bilərik F9, yaza bilərik F0, yaza bilərik F-9, yəni 9 geri sayıram. Hamısı bir-birinə bərabərdir. F0 yaratdıq. Demək, F-18-in əvəzinə həm də minus F0 yaza bilərik. Niyə F0-ı götürdüm? Məsəl üçün, F9-u, F18 yox, F-9-u götürmədim. Hə, bir də plus 8 var. Çünki bu funksiyalar F-5-də və ya F-neçədə neçələr biz onu bilmirik. Funksiya haqqında anlayışımız yoxdur. Amma bir şey bilirik ki, yuxarıda qeyd elədik ki, bütün tək funksiyalar sıfırda neçə alır? 0. Nə üçün? Çünki hamısı koordinat başlanğıcından keçir. Sıfırın sıfırından keçir. Hansı tək funksiyaya 0 versən, cavab 0 olacaq. Ona görə də F0-ın qiyməti olacaq 0. Qalacaq 2F-5 bölünsün F-5 plus 8. İxtisar onlar. 2 plus 8 olacaq 10. Olar mı? Olar. $24'dən geri sayaq. 24. Y bərabərdir. Mənfi 2x kvadratı plusu 4x plus 9. Deyir, funksiyanın təpə nöqtəsinin koordinatlarının cəmini tapın. Yəni, x0-ının və y0-ının. Yardımcısız sualı. Bəli, müəllim. Bəli, müəllim. Neçə almışıq cavabda? 12. 12-dir. Hə, 12-dir. Düzdür, 12. Düzdür. 23. Deyir. Y bərabərdir. 2x kvadratı plus 3px plus q funksiyası x oxunun mənfi 3 də y oxunun 9-da kəsir. Yəni x-ə mənfi 3 versən, y 0 olacaq. Mənfi 3 versək, olacaq 3-ün qarşı 9, 18 minus 9p plus q bərabərdir 0. X-ə 0 versən, y 9 olacaq. Y onu 9-da kəsir.
9 bərabərdir 0 plus 0 plus 2. Buradan təyin edirik ki, Q-nün qiyməti 9-a bərabərdir. İndi ikincə Q-yə 9 yazsaq, 18 minus 9P plus 9 bərabərdir 0. Oradan alır ki, P-də neçədir? 3-dür. Bizdən P minus Q-nü istəyir, cavab olacaq neçə? Mənfi 6 etmirmi? Mənfi 6. Bəli. 21. Buyurun. İrem 22'ye baxaraq eləmi? 22-də nə etmişsiniz? Y-in yerinə Sıfıra bölün. Y sıfıra bərabərləşdiririk. 0 olmalıdır, bəli, aydın. Cavab nə almışsınız burada? Yəni 8x minus 7 Z. 0 olmalıdır. Düzdür, düzdür. 21. Deyir, nə zaman 3-cü rübdə yerləşər? 3-cü rübdə yerləşməsi üçün bunun x0-ı da Hər ikisi mənfi mənfi olmalıdır. olmalıdır. Hər ikisi də X0 mənfi da, olmalıdır, mənfi olmalıdır. bəli, mənfi olmalıdır. Elə deyilmi? X0-nın qiyməti, yəni mənfi m-6 bölünsün 2 kiçik olmalıdır 0-dan. M-6 böyük olmalıdır 0-dan mənfi bölsək, m böyük olmalıdır 6-dan. Bu bir. Və eyni zamanda bunun x0-ın qiyməti də olmalıdır. İndi burada artıq istifadə edir düsturdan. X0-ın biz tapacağıq hansı düsturdan? 4AC minus C bölünsün 4A. Olacaq onda 4 vurulsun 1 vurulsun C, yəni C 16 minus B kvadratı M minus 6-nın kvadratı bölünsün 4 vurulsun 1. Bu da kiçik nədən? 0-dan. Hər iki bərabərçiliyin götürəcək kəsişməsinin götürəcək ən kiçik qiymətini. Cavabda nə almışsınız? 15. 15. Düzdür. Sual 20. Birinci sualda y bərabərdir 2x minus 4 bölünsün 3. Deyir, x-in hansı qiymətində bilmirik. Y-in qiyməti mənfi 2 olar. Mənfi 2 bərabərdir 2x minus 4 bölünsün 3. Mənfi 6 bərabərdir 2x minus 4. 2x bərabərdir mənfi 2, x bərabərdir mənfi 1. Mənfi 1 qiymətində. Sonra sual 19 eləmi? 19-da nə etmişik? İkisindən Y-in qiymətlərini yerinə qoy. Yerinə qoy. Tapırıq. Neçə baxıb üzərində? 19-a. Verilən nöqtələrdən hansı funksiya üzərindədir? Mütləq şəkildə biz mövcud cavabları yoxlayaq. Verilən yoxlayaq, hansı görə bunun üzərində yerləşir? Cavab nədir burada? D. D bəndi 46 düzdür, D-dir. X-ə 23 versək, Y 47 olacaq. 18 X 9 minus daha sonra X kvadratı deyəcək böyükdür 0-dan. Elə deyilmi? Cavabda nə almışsınız? B bəndi nəmi? Bəli. C deyil kimi. C. Əslində C ola bilərdi, olmalıydı. O halda ki, Sıfır olmuş. A yaşa. Y bərabərdir kök altında 9 minus X kvadratı olsaydı. Amma bu ifadə kəsr məxrəcində olduğuna görə Mən E bəndidir burada. Haycan. Bildim mən diqqətimə yəni. E bəndidir E.
E bəndi. Biz niyə buna E bəndi, E bəndi. hə, bu dedik. Yes. Mən fikrimdə aldım mesajlarda. Səhvən sizin nömrəni bağlamamışam. Onun mesajlarını yan adamı qoymur 5 dəqiqə. Deməli 18 Bir nəfər olursun müəllim. Köş altından mənfi ifadə çıxa bilər ki. azca səbrin olsun. Edi dən baxaq. 1 minus kök altında 9 minus x kvadratıdır. Cavab təbii ki, burada B bəndidir. Bərabərsiz həll edəcəyik. Bərabərsiz həll etmək üçün 9 minus x kvadratı böyükdür 0 verəcək. İfadəni sıfıra çevirən qiymətlərin biri -3-dür, heç birisi daxil deyil, bir də 3-dür. Təyin etsək, müsbət mənfi olacaq. Yəni, mənfi 3-dən böyük qiymət qoysaq, yenə mənfi edəcək. Mənfi 3 çarağına olacaq müsbət, 3-dən böyük yenə olacaq mənfi. Bizə lazımdır 0-dan böyük olan aralıqlar, müsbət aralıqlar. Cavab olacaq mənfi 3-dən 3-ə qədər cavab olacaq B bəndi. Aydındır Loğman, E yox. Bəli müəllim, başa düşdüm. Gəlmədən mən də B gördüm. 17-ci sual. 17. Birdən valideynlər deyir, niyə mesajlara cavab vermirsiniz? Yəni, və yaxud da gec cavab verirsiniz. Düşünün ki, bu nömrəni şəbəkədən açıq qoymuşam. Bax, bir dəstə görün nə qədər mesajlar, zənglər. 17-ci sual. K parametrinin hansı qiymətində funksiyanın qrafiki x oxuna toxunur? Nə idi burada məsələ? Funksiyanın qrafiki x oxuna toxunması üçün A yaşa. 0 bərabər olan. Cavabdan nə almışsınız? 4. Düzdür. Baxdıq, burada 24 suala baxdıq, amma əslində 18 sualımız vardı. Sualların hamısını işləmişdiniz, yəqin ki. Bəli müəllim, arada bir-iki dənə işləyənmədiyim